İyulun 4-ü Bakı şəhəri Yasamal rayonu Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində baş verən partlayışda yaralanan daha 2 nəfər vəfat edib. Aparılan reanimasyon tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 1984-cü il təvəllüdlü və 1990-cı il təvəllüdlü şəxslərin bioloji ölüm faktı qeydə alınıb. Partlayışda xəsarət alan 2011-ci il təvəllüdlü yeniyetmənin müalicəsi isə Nərimanov Tibb Mərkəzinin nəzdində olan yanıq mərkəzində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir. Məlumat üçün qeyd edək ki, həyatını itirən şəxslər hadisə günü ölən Zəhra İsrafilovanın ata və anasıdır. Onun xəsarət alan bacısının müalicəsi isə xəstəxanada davam etdirilir. Kəlbəcərdə mina partlayışı olub, xırdabuynuzlu heyvanlara ziyan dəyib. Hadisə Laçınla sərhəd ərazidə qeydə alınıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb, lakin ilkin məlumata görə 3 baş xırdabuynuzlu heyvana ziyan dəyib. Qeyd edək ki, ərazidə oxşar hadisələr daha əvvəllərdə baş verib.